Ötən gecə süni intellektə görə düz saat yarım vaxt itirdik. Ona görə də qərara gəldik ki, bu videonu çəkək ki, həm süni intellektin qüsurlarından danışaq, insanlar gözündə çox böyütməsin deyə, həm də onun etibarını zədələyib o itirdiyimiz saat yarımın intiqamını almış olaq. Zarafat bir qırağa, bəzi vacib məsələlər var. Süni intellektlə bağlı ölkələrin milli təhlükəsizliyinə təhdid törədə biləsi məsələlər. İndi onlardan başlayaq. İndiyə kimi ölkələrdə kiber təhlükəsizlikdən danışanda hakerləri deyirdilər. Amma süni intellekti təsəvvür eləyin ki, məsələn, bir hakerin 3 saata gördüyü işin milyon qatını 1 saniyədə həll eləyə bilir. Ona görə də ölkələr vaxtı ilə necə yeni silahlar, atom silahları ya da başqa növlər çıxanda silahlanma tərəfə gedirdilərsə, indi süni intellekt elədi. Hər ölkə çalışır ki, özündəki daha güclü olsun. Bunun qarşısını almaqdan ötürü keçən ay Parisdə 60-dan çox ölkənin iştirakı ilə bir sammit keçirildi. Orada dedilər ki, süni intellektin etik, şəffaf, təhlükəsiz bir formada bütün dünyada yayılmasından ötürü hər kəs imzalasın. Amerika ilə Britaniya bunu imzalamadılar. O tədbirdə Amerikanın mövqeyini bildirib, nəyə görə bunu imzalamadıqlarını bildirən şəxs J.D. Vance, bu şəkildə gördüyünüz adam, onu bir müddət əvvəl Ağ Evdə prezidentin yanında Zelenskinin sözünü kəsəndə də görmüşdünüz. Həmin adamdır. Mr. President, with respect, I think it's disrespectful for you to come into the Ohio senatorudur. Bütün həyatı Trumpın əksinə danışmaqla keçib, amma son zamanlarda nə hikmətlisə onun tərəfini tutdu. Trump da deyir ki, o əvvəllər nə olsun mənim haqqımda pis sözlər danışırdı, məni tanıdıqca sevdi deyir. Bu adam danışanda da dedi və Amerikanın ümumi mövqeyi belədir ki, süni intellektə illərdir çoxlu investisiya qoyuruq deyir. Hal-hazırda dünyanın süni intellekt sahəsində lideridir Amerika. Siz indi məhdudiyyətlər gətirirsiniz buna, bu onun inkişafına mane olacaq. Nəticədə 61 ölkə razılaşdılar, bu ikisi qəbul eləmədilər. İnternetdə sizin sorğunuza görə oradan-buradan məlumatları toplayıb bir araya gətirib sizə təqdim edən süni intellekt proqramlarının yarandığı ilk vaxtlardan əsas sual var idi ki, müəllif hüquqları. Hardasa kiminsə zəhməti ilə yaratdığı bir məzmun var, şəkil ola bilər, yazı ola bilər. Süni intellekt onu tapır, kopyalayır, gətirir və müəllif hüququ da belə təhlükəyə atılmış olur deyək. Bu əsas müzakirə olunan məsələlərdən biri idi. Bir neçə saata gördüyümüz işi saniyənin çox kiçik bir hissəsində hesablayır, milyonlarla əməliyyatı eləyir və bizim soruşduğumuzu ya da bizim cümləmizin sonraki sözünü də statistik olaraq təhlil eləyib bizə təqdim eləyə bilir, ehtimalları nəzərə alıb və bu bizi heyrətləndirir ki, Allahım nə qədər ağıllıdır da bu. Nəticədə ötən gecə bizi saat yarım nətər vaxtımızı aldı. Bunu dizayn istədik. Dedi ki, 5 dəqiqəyə verirəm. 10 dəqiqəyə hazırdır. Üstündə işləyirəm, hazırlayıram dedi. Axırda yazdıq ki, vaxt bitdi, neyniyək? Dedik, gedin başqa proqramda baxın. Onu başqa bir dizayner dostumuza dedik, 10 dəqiqəyə hazırladı, verdi. Doktorluk sınavlarını geçiyor yapay zeka. Ama ne olduğunu bilmiyor doktorluğun. Hiçbir şey hissetmiyor. Öyle bir bağ da kurmuyor. Ama geçiyor.